kişi sonsuzluğu və cinsi zəiflik mövzusunu müzakirə edəcəyik. Qonağımız uroloq, androloq, uzman doktor Seyidəli Həmidlidir. Doktor cinsi zəifliyim var dediyində biz məcbur oluruq sual verməyə. Cinsi zəiflik deyəndə nəyi nəzərdə tutursan? Kişi sonsuzluğu cinsi zəifliklə əlaqəlidirmi? Birbaşa cinsi zəifliklə əlaqəli deyil. Cinsi zəifliyi biz iki növə bölürük. Psixoloji səbəblərdən yaranan cinsi zəiflik və orqanik səbəblərdən, yəni vücud xəstəliklərindən əlaqəli yaranan. Sevgi hissinin olmaması cinsi istəksizliyə səbəb ola bilərmi? Partnyor məmnuniyyətsizliyi deyilən bir durum var əlbəttə. Hətta bəzi hallarda bizim verdiyimiz dərmanların effektsizliyi də partnyor məmnuniyyətsizliyinə bağlanır. Bir qız uşağının oğlan kimi olduğunu görəndə nədənsə narahat olmuruq. Bəli. Amma bir oğlanın qızlarla daha çox oynadığını görəndə tez narahat oluruq. Bir ara bunlar xəstəlik sayılırdı, ondan sonra xəstəlik qrupundan çıxarıldı. Ən son cinsi orientasiya problemləri deyilməyə başlandı. Orientasiya məsələsidir, problem deyil və necə istəyir o formada da yaşaya bilər. Kimə ilgi duyur, kimə qarşı cinsi həvəs duyur, o onun öz işidir. Hormonal və fiziki olaraq xəstə kişidir. Amma onun nə hiss elədiyi artıq o bizim sahənin xaricində olan bir mövzudur. Salam əziz izləyicilər, Sağlam Söhbətdə hər birinizi xoş gördük. Bugünkü söhbətimizdə kişi sonsuzluğu və cinsi zəiflik mövzusunu müzakirə edəcəyik. Qonağımız uroloq, androloq, uzman doktor Seyidəli Həmidlidir. Xoş gəlmisiniz doktor. Çox sağ olun, minnətdaram. Biz sizə minnətdarıq. Mən ümid edirəm ki, bugünkü söhbətimizdən izləyicilərimiz xeyli maariflənəcəklər. Çünki bu mövzuda hələ də danışmaqdan ehtiyat edən və ya utanan insanların, kişilərin sayı az deyil. Doktor, kişi sonsuzluğu nədir, cinsi zəiflik nədir? Bunlar məncə fərqli-fərqli anlayışlardır, elə deyil? Bəli. Bunlar əslində urologiyada andrologiya adı altında birləşdirilir və urologiyanın artıq hər keçən gün daha trend olan bir bölümü halına gəlib. Bunlar bəli, fərqli xəstəliklərdirlər, kişi sonsuzluğu və cinsi zəiflik. Özəlliklə cinsi zəifliyi vurğulamaq istəyirəm ki, xəstələr də məsələn bizə gəldiyində doktor cinsi zəifliyim var dediyində biz məcbur oluruq sual verməyə. Cinsi zəiflik deyəndə nəyi nəzərdə tutursan? Çünki bunun altında sərtləşmə problemləri, erkən boşalma, cinsi istəksizlik kimi fərqli qrup xəstəliklər yer alır. Yəni cinsi zəiflik deyilən bir əslində bir məfhum yoxdur. Yəni andrologiya həqiqətən maraqlıdır. Düşünürəm ki, verilişimizdə maraqlanacaq inşallah. Doktor, həmişə deməyim, son illərə qədər belə bir fikir var idi ki, əgər bir ailədə övlad problemi yaşanırsa, mütləq qadın birinci müayinə olunmalıdır. Amma çox şükürlər olsun ki, bugün maariflənmə artmaqdadır və kişilər də artıq özləri könüllü şəkildə bu müayinələrə cəlb olunurlar. Kişi sonsuzluğu cinsi zəifliklə əlaqəlidirmi? Kişi sonsuzluğu birbaşa cinsi zəifliklə əlaqəli deyil, xeyr. Burada ayırmaq lazım ki, ümumiyyətlə kişi sonsuzluğu deyəndə nəyi nəzərdə tuturuq? Ümumiyyətlə sonsuzluq deyəndə nəyi nəzərdə tuturuq? Birinci ondan başlamaq lazımdır. Sonsuzluq bir evli cütlüyün bir il müntəzəm cinsi münasibətə rəğmən övladının olmaması problemidir. Cinsi zəiflik mövzusu burada sırf o müntəzəm dediyimiz mövzuda özünü göstərir. Yəni istəksizlik olan, zəiflik olan xəstələrdə müntəzəm cinsi münasibət olmadığı üçün, məsələn, zəiflik var, çox olur məsələn, gəlir sonsuzluq problemindən soruşuram, ayda neçə dəfə cinsi münasibət var? 1 dəfə, 2 dəfə və yaxud da heç yoxdur. Təbii ki, burada sonsuzluq olacaq. Yəni burada başqa gözlənilən bir şey gözləyə bilmərik. Amma birbaşa bir-birinə əlaqəli deyil. Cinsi zəiflik problemi yaşayan bir insan eyni zamanda övladı da ola bilər. Çox təəssüflər olsun ki, son illər bəzi xəstəliklərin, hətta deyərdim ki, əksər xəstəliklərin yaşı gəncləşir. Bəli. Sizə müraciət edən pasiyentləriniz üzərindən istəyirəm danışasınız. Bugün cinsi zəiflik məsələsi, yəni bu xəstəliyin də yaşı gəncləşirmi? Mən bu suala bu cəhətdən cavab vermək istəyirəm ki, bir kişinin cinsi sağlığı bərabərdir ümumi vücud sağlamlığı. Yəni mən xəstələrə həmişə izah edirəm. Qaraciyəriniz nə qədər sağlamdırsa, beyniniz, gözünüz, böyrəyiniz, orqan toxumalarınız nə qədər sağlamdırsa, cinsi sağlığınız da o qədərdir. Necə ki, ürək xəstəlikləri cavanlaşıb, biz artıq hər gün evdə, idman salonlarında, yəni ürək tutmasından vəfat edən insanlar görürük.
Necə ki, ürək xəstəlikləri cavanlaşıb, bərabər də cinsi xəstəliklər də cavanlaşıb. Yəni bu digər xəstəliklərlə eyni səviyyədə olmalıdır. Əlbəttə, əvvəllər biz 40'lı 50'li yaşlardan üstündə danışırdıqsa səhətləşmə problemlərinin, məsələn, kişi cinsi zəifliklərini, biz artıq bunu 40 yaşın altında görməyə başlamışıq, 30'lu, 35'li yaşlarda görməyə başlamışıq. Burada ətraf mühitin çirklənməsi, yaşam şərtlərinin dəyişməsi, stressin artması, həyat sürətinin artması, maddi ekonomik problemlər, bunlar hamısı səbəb olur ki, yəni ümumi olaraq vücud sağlamlığı ilə bir yerdə, yəni yediyimiz qidalar da burada çox önəmlidir. Qidaların hərəkətliliyin azalması çox önəmlidir burada ki, bu səbəblə gətirib çıxarır ki, damarlarda problemlərə gətirib çıxarır və bu da bərabərliyində cinsi zəifliyə gətirib çıxarır. Sizə müraciət Hı hı. eləyən pasientləriniz içərisində ən az yaşlısı, belə deyim, Bunu təyin eləmək neçə yaş olub? çətindir. Hə, Məsələn, öz bəli. təcrübənizdən istəyirəm Bunu təyin danışasınız. eləmək çətindir. Niyə? Çünki yəni onların içərisində 20'li yaşda olanlar da var, hansı ki sinirsel problemləri var, travma alıblar. Amma normal xəstələr ki, yavaş-yavaş cinsi zəiflik problemi yaşayıblar, 35'li yaşlardan, yəni ən aşağısı 30-35 yaş arası olar deyə xatırlayıram mən. Hı hı. Yəni onun altında yox. Ümumiyyətlə cinsi zəifliyi biz 2 növə bölürük. Psixoloji səbəblərdən yaranan cinsi zəiflik və orqanik səbəblərdən, yəni vücud xəstəlikləri ilə əlaqəli yaranan cinsi zəiflik. İnsanın cinsi sağlamlığı ümumiyyətlə akt başlayır beyində, şuur altında başlayır. Əgər orada bir problem varsa, oradan siqnal getmirsə, əlbəttə ki, sonrakı mərhələlərdə də problemlər yaranır. Stres o mərhələdə önəmli bir problem yaradır. Yəni həm zəiflik yaradır, həm o yetərli həvəsə ulaşmadığı üçün də sonrasında da cinsi problemlər ortaya çıxır. Yəni stres o mərhələdə özəlliklə önəmlidir. Bu hadisəni mənə boşanmış cütlüklərdən biri danışmışdı, yəni xanım danışmışdı. O həyat yoldaşı ilə neçə illər bir yerdə yaşayıb və deyir ki, həmişə həyat yoldaşımda cinsi istəksizlik olub və xanım bunu təbii qəbul eləyib. Amma boşandıqdan sonra həyat yoldaşı ailə qurur. Hətta onlar dost münasibətlərində olsalar belə həyat yoldaşı özü ona etiraf eləyir ki, bu vaxta kimi mən elə bilirdim ki, məndə cinsi istəksizlik var, amma heç demə bizim aramızda sevgi hissi yox imiş. Bəli. Yəni sevgi hissinin olmaması cinsi istəksizliyə səbəb ola bilərmi? Bu mövzular psixoterapiya seanslarında mütləq bir şəkildə ona görə cütlük şəklində, məsələn, bir cütlük belə bir problem yaşayırsa, yəni ailədə elə bir problem varsa ki, artıq kişi cinsi zəiflik yaşayır, mütləq cütlük terapiyası olmalıdır. Məsələn, bununla əlaqəli psixoterapiya eləyən mütəxəssislər deyirlər, çox eşidirik, məsələn, müzakirələrimiz olur. Partnyor məmnuniyyətsizliyi deyilən bir durum var əlbəttə. Hətta bəzi hallarda bizim verdiyimiz dərmanların effektsizliyi də partnyor məmnuniyyətsizliyinə bağlanır. Məsələn, biz dərman veririk, o effekt verməlidir, amma effekt vermir. Məsələn, 90% hallarda effekt verdiyi düşünülür. Xəstədə elə də ciddi problemi yoxdur, amma xəstə heç bir effekt almadığını düşünür. Onları psixoterapiyaya yönləndirdiyimizdə baxırıq ki, partnyor məmnuniyyətsizliyi var. Çox böyük faktordur əslində, amma dediyim kimi, partnyor məmnuniyyətsizliyi niyə var? O səbəb hardan qaynaqlanır? Düzələ bilən bir səbəbdir yoxsa yox? Onların hamısını psixoterapevtlər araşdırıb, şuuraltı səviyyədə diaqnozunu qoyub, əgər düzələ biləcək bir şeysə terapiyadan sonra bunlar düzəlir və tamamən bunların 80-90% toparlayır demək olar ki, yəni. Əgər sevgi üzərində qurulmuş bir ailəsindir, o sevgi üzərində qurulmuş bir ailə onu deyə bilmirəm o mövzuda. Yəni hər cinsi istəksizlik xəstəlik deyil Bəli, də, bəli, cinsi kesinlikle. zəiflik demək Bəli, deyil, bəli, elə deyil. bəli, bəli. Doktor, bir də kişi sonsuzluğu ilə bağlı ən çox məsələn necə oldu ki, bu xəstəlik müalicə olundu? Qeyd edirlər ki, varikosel əməliyyatı həyata keçirəndən sonra tutaq ki, kişi sonsuzluğu aradan götürüldü. Varikosel nə deməkdir? Varikosel əməliyyatları nə deməkdir? Ümumiyyətlə bu problem necə yaranır? Bəli. Varikosel cinsi zəifliyə səbəb ola bilərmi? Ümumiyyətlə, sonsuzluq problemində xəstələr həmişə bizə çox böyük ümidlərlə gəlirlər. Biz amma xəstələrə deyirik ki, əlimizdə sehrli dəyənək yoxdur. Bizim düzəldə biləcəyimiz sonsuzluqda cəmi 3-4 problem var. Bunlardan biri varikoseldir, biri infeksiyalardır, hormonal problemlərdir. Bunlardan ən önəmlisi varikoseldir, düzdür. Yəni kişilərdə sonsuzluğa səbəb ola bilən faktorlar arasında 20% varikosel gəlir. Yəni sonsuzluğun səbəbləri arasında yəni düzəldə biləcəyimiz səbəbləri arasında ən çox varikoseli görürük. Varikosel nədir ümumiyyətlə? Varikosel xaya damarlarının genişləməsidir. Yəni xaya təmiz qan gəlir, çirkli qan geri qayıtmır.
Geri qayıtmamasının səbəbi olaraq da damarların, klapanlarının çatışmazlığı, yuxarıdan qanın geri qayıtması və xəyada toplanmasıdır. Varikosel niyə sonsuzluq yaradır? Buna da biraz deyim. Ümumiyyətlə kişilərdə xəyanın vücudun çölündə yerləşməsinin səbəbi vücud temperaturundan 3-4 dərəcə aşağıda olmasıdır. Yəni temperaturumuz 36-dırsa, xəyada 32 dərəcə olmalıdır. Əgər 32 dərəcənin üstündə bir temperatur varsa, o xəya sperm istehsal etmir və ya etdiyi sperm keyfiyyətli bir sperm olmur. Və araşdırmalar da göstərir ki, biz bu damarları, genişləyən damarları ortadan qaldırsaq, xəstənin sperm keyfiyyətində artış olur və övlad sahibi ola bilir. Hı hı. Məsələ bundan ibarətdir əslində. Varikosel cinsi zəifliyə səbəb olarmı? Bu son dönəmlərin araşdırmalarıdır. Əvvəllər belə bir şey yox idi. Ümumiyyətlə cinsi zəifliklə varikosel arasında heç bir əlaqə olmadığı düşünülürdü. Son zamanlar bəli, varikoselin testosteron səviyyələrində müəyyən qədər düşməyə səbəb oldu. Yəni kişi cinsi hormonunu azaltdığı və buna bağlı olaraq bir miqdar cinsi zəiflik yarada biləcəyi düşünülür. Amma əlbəttə ki, çox irəli mərhələ bir varikosel olmalıdır. İki tərəfli, ciddi bir varikosel olmalıdır ki, biz orada artıq cinsi zəifliyi biz varikoselə bağlayaq. Çox az hallarda biz bunları bir-birinə bağlayırıq. Varikosel dediyimiz birbaşa sonsuzluqla əlaqəli olan bir mövzudur əslində. Cinsi zəifliklə çox nadir hallarda əlaqəlidir. Varikoselin Hı hı. səbəbi nədir? Varikoselin səbəbi bayaq dediyim kimi klapanlar, damar klapanlarının damar qapaqlarının çatışmazlığıdır. Damar qapaqları niyə çatışmır? O genetik bir səbəbdir əslində. Onun tam olaraq səbəbi yoxdur. Yəni niyə bir kişi varikosellidir, bir digəri varikoselsizdir, o bəlli deyil. Bir dənə bir mövzu da var, çox önəmli mövzulardan birisi. Varikoseli olan 100 kişini götürsək, bunların cəmi 15-20%-də sonsuzluq problemi var. Digər 80-ində artıq ya övladı var, ya da ümumiyyətlə heç bir sonsuzluq problemi yoxdur. Yəni hər varikosel də sonsuzluq yaratmır. Burada seçici davranmaq lazımdır. Zaten həkimin məharəti də burdadır və yaxud da insafı da burdadır. Hər varikoselin əməliyyat etməmək, düzgün bir xəstəni əməliyyat etmək. Çünki varikoselin əməliyyatdan başqa bir çarəsi də yoxdur. Yəni mən arada görürəm dərman falan belə, dərmanla bir müalicə olunacaq bir xəstəlik deyil. Yeganə müalicəsi olan əməliyyatdır. Hər xəstəni əməliyyat edirik kimi? Xeyr. Sadəcə sonsuzluq problemi yaşayan və ya spermində müəyyən qədər problemlər olan xəstələri əməliyyat edirik. Varikoselin səbəbi dediyim kimi hal-hazırda tam olaraq elmə məlum deyil. Bunun genetik səbəblərdən olduğu düşünülür. İrsi yox, genetik. Yəni, Hı hı. yəni atada varsa oğulda olacaq deyə bir şey yoxdur. Məsələn, düzgün olmayan həyat tərzi Hı hı. bu varikoselə səbəb ola Xeyr, bilməz? heç bir şəkildə varikoselə səbəb olmaz. Çox rastlayıram, çox önəmli vurğuladınız. Xəstələr gəlir, deyirlər doktor, bəs bizə dedilər idman eləmə, ağırlıq qaldırma. Baxıram ki, adamı sağlam həyat tərzindən qeyri-sağlam həyat tərzinə keçiriblər. Normalda işte idman eləyən, fit, əzələli bir adam olub kök, yəni əzələsiz və qeyri-sağlam həyat tərzi sürən bir adama çevrilib. Halbuki idman eləsəydi daha yaxşı idi onun cinsi həyatı üçün də, sonsuzluğu üçün də. Varikoseli var deyə onu şeydən ayırıblar. Belə bir şey yoxdur. Ümumiyyətlə hansısa bir həyat tərzi varikoseli yaratmaz, varikoseli pisləşdirməz. Varikosel əməliyyatından sonra da ümumiyyətlə hansısa bir qadağa qoymuruq xəstəyə. Normal idmanını eləsin, ağırlığını qaldırsın, həyatını yaşasın. Hı hı. Yəni. Doktor, siz bayaq Hı hı. bir məsələni vurğuladınız. Deməli, hormonal məsələlərə Bəli, toxundunuz. mütləq, bəli. Hormonal məsələlər deyəndə yəqin ki, Hı hı. testosteron Bəli, səviyyəsi nəzərdə bəli. tutulur. Mən çox xahiş edərdim ki, bunu izah edəsiz. Testosteron nədir və testosteron səviyyəsinin kişi sonsuzluğu ilə və yaxud Hı cinsi hı. zəifliklə hansı əlaqəsi var? Bəli. Testosteron kişilər üçün olmazsa olmaz hormonlardan birisidir. Yəni bir insanın kişi formasında inkişafı, düşünməsi, ümumiyyətlə hər mənada testosteron vacibdir. Sadəcə cinsi həyat üçün deyil. Məsələn, yağ təbəqəsinin azalması, əzələ kütləsinin artması, ürək sağlamlığı, testosteronu az olan kişilər depressiyona meyilli olur. Depressiya ilə birbaşa əlaqəlidir. Yəni testosteron ümumiyyətlə həm psixi, həm cismi sağlamlığımız üçün önəmli olan bir hormondur. Yaşla bərabər özəlliklə azalma göstərir. Yəni 40-50 yaşından sonra getdikcə azalır. Hətta gec başlanğıclı testosteron əksikliyi deyilən bir xəstəlik də var. Özəlliklə 50'li yaşlardan sonra görürük. Ona görə testosteronun az olması həm sonsuzluq üçün önəmlidir, həm cinsi zəiflikdə bizim üçün önəmlidir. Testosteron normal olmalıdır və bunun əgər azdırsa, azlığının səbəbi araşdırılmalıdır. Deyə bilərsiniz ki, testosteron azlığının ən önəmli səbəblərindən Hı biri nədir? hı. Artıq çəki, obezitə. Yəni kəsinliklə artıq çəki varsa, o şəxslər bilsin ki, testosteron hormonu ya azdır, ya da var olan testosteron hormonu düzgün işini görə bilmir yəni. Bu da önəmli olan faktorlardan biridir. Bəs Hı hı. qeyri-sağlam həyat tərzi, tutaq ki, Hı. alkoqol,
siqaret, bunlar testosteronun səviyyəsinə təsir edir. Əlbəttə. Testosteron səviyyəsinə bilavasitə və dolayı yolla təsir edirlər. Siqaret ümumiyyətlə həm, sərtləşmə problemi yaşayan, yəni cinsi zəiflik problemi yaşayan, ereksiya problemi yaşayan kişilərdə özəlliklə önəmlidir, həm sonsuzluqda önəmlidir. Yəni həm siqaretin içərisində olan zərərli maddələr həm birbaşa spermatozoidlər üzərinə, DNT-si üzərinə mənfi təsirlər göstərir. Biz bir məsələn sonsuz cütlüyü müalicə eləyərkən kişiyə deyirik, "Var, siqaret tərgizməyəcəksən, gəlmə." Yəni bunun çox bir anlamı yoxdur elədiyimiz işlərin. Ya indi deyəcəklər ki, nə qədər siqaret çəkən, kişi var, bəs övladları da var. Bu elə olmur yəni. Hər adamda siqaret şey əmələ gətirmir və yaxud hər adamda ağrıseər xərçəngi əmələ gətirmədiyi kimi, hər adamda da sperm problemi əmələ gətirmir. Amma əmələ gətirdisə, o tip durumda gərək ondan uzaqlaşsın. Bir də sərtləşmə problemi. O da necə əmələ gətirir? Ümumiyyətlə sərtləşmə, ereksiya problemi dediyimiz bir şeyin mexanizmi ürək damarlarının, koronar damarların, tıxanması ilə eyni mexanizmdədir. Necə onların divarında, yağ toplanır, kirəklənir və ürək infarkt keçirir. Eyni şəkildə penisə cinsi orqana gedən damarların divarında da kirəklənmə olur. Siqaret kirəklənmənin birbaşa səbəblərindən biridir. Gedən qan miqdarı azalır və ortaya sərtləşmə, impotensiya problemi çıxır. Yəni siqaret birbaşa və dolayı yolla, hər iki problemdə, təsirlidir. Eyni zamanda testosteron üçün də önəmlidir əlbəttə. Çox aşağı yaşlarda cinsi zəiflik baş verirsə bir kişidə, Bəli. bu onda qadın hormonlarının artması deməkdir. Bu yox. Qadın hormonlarının artması, bu tamam fərqli bir situasiyadır. Amma ümumən götürdüyümüzdə, yəni o artıq endokrinoloji bir problemdir. Onlar uşaq yaşlarında zaten ortaya qoyulurlar və müalicə edilirlər. O başqa bir problemdir. Amma ümumən 20'li yaşlarda bir kişidə cinsi zəiflik problemi başlayıbsa, biz psixogen səbəbləri ağla gətiririk. Yəni çox nadir hallarda damarsal problem olur. Yəni dərmanla, əməliyyatla düzəldə biləcəyimiz problem olur. Bunların çox əksər hallarda altında yatan, psixogen səbəblərdir, psixoloji səbəblərdir və bunları psixoterapiyaya yönləndiririk biz mütləq şəkildə. Məsələn, oğlan uşaqları baxırsan 15-16 yaşında, amma qız hərəkətləri var Bəli. onlarda. Yəni düzdür, bizə həmişə öyrədiblər ki, sən kişisən, sən Bəli. qızsan. Bu kimi ayrı-seçkiliklər olub. Amma biz bir qız uşağının oğlan kimi olduğunu görəndə nədənsə narahat olmuruq. Bəli. Amma bir oğlanın qızlarla daha çox oynadığını görəndə tez narahat oluruq. Kənardan o uşağa qarşı başqa bir münasibət olur. Yəni belə hallarda sizcə valideynlər necə davranmalıdırlar? Buna cinsi orientasiya, son dönəmlərdə cinsi orientasiya problemi deyirlər. Bunlar yenə də psixoterapiyanın, psixiatriyanın mövzularıdır. Bir ara bunlar xəstəlik sayılırdı, ondan sonra xəstəlik qrupundan çıxarıldı. Ən son cinsi orientasiya problemləri deyilməyə başlandı. Bunları yəni ölkədən ölkəyə, məktəbdən məktəbə dəyişir yanaşmalar. Bəziləri bu orientasiya məsələsidir, problem deyil və necə istəyir o formada da Bəli. yaşaya bilər. Kimə ilgi duyur, kimə qarşı cinsi həvəs duyur, o onun öz işidir. Bəzilə təbii ki, onlar düzəltməyə çalışır falan. Dediyim kimi bu tamamilə urologiyadan ayrı bir mövzudur. Mənə də olur ara-ara gətirirlər. Baxıram penis müayinəsi normal, xaya müayinəsi normal, testosteron qaydasında. Yəni hormonal və fiziki olaraq xəstə kişidir. Amma onun nə hiss elədiyi artıq o bizim sahənin xaricində olan bir mövzudur. Yəni bunlarda adətən və adətən sizin düşündüyünüz kimi olmur əslində ki, hormonlarda dəyişiklik oldu deyə belə hiss eləyir. Yox. O tamamilə başqa bir mövzudur. Yəni hormon tamamilə normaldır, amma onun cinsi orientasiyası fərqlidir. Niyə fərqlidir? Necə olur? Səbəblər nələrdir? Yəni burada Sözün açığı psixoloji tamamilə məsələlər var. psixoloji Psixoloji hə, bəli, məsələlər var. tamamilə fərqlidir. Doktor, cinsi infeksiyalar. Hı -hı. Bu çox mühüm məsələdir. Hı -hı. Cinsi infeksiyalar sonsuzluğa səbəb olur. Cinsi infeksiyalar əgər müalicə olunmazsa, bəli, sonsuzluğun önəmli səbəblərindən biridir. Düzdür, artıq maariflənmənin artması ilə əlaqəli çox ora qədər gedib çıxan xəstəni az görürük. Amma əgər bəli, bir xəstə cinsi infeksiyaya tutuldu, axıntı başladı, göynəmə başladı, yandırma başladı, bunu müalicə etdirmədi, getdikcə bu prostata doğru irəlilədi, xayalarına doğru irəlilədi, xaya şişdi, xaya infeksiyası əmələ gətirdisə, bu mərhələdən sonrakı artıq sonsuzluq mərhələsi başlayır. Yəni bu mərhələyə qədər gətirib çatdırıbsa, bəli, sonsuzluq səbəbi ola bilər. Məsələn, siflisə yoluxmuş bir Hı -hı. kişi müalicə olunur. Hı -hı. Gələcəkdə onun sonsuzluq riski nə qədərdir? Siflisin elə bir ciddi sonsuzluq riski yoxdur. Siflis biraz daha qanla əlaqəli olan xəstəlikdir.
Amma cinsi yolla yoluxan xəstəliklər arasında məsələn hepatitləri, HIV-i filan ayırırıq bunlar. Bunlar biraz vücudsal, qandan keçən xəstəliklərdir və ya ümumiyyətlə başqa orqanların xəstəlikləridir. Amma sırf cinsi yolla keçən infeksiyalar dediyimizdə biz qonореya, xlamidiya, o türklərin bel soyuqluğu dediyi, bizdə triplit deyənlər var. Ya axıntılı xəstəliklər belə deyək, yəni cinsi orqandan axıntı bir şəkildə gələn xəstəliklər. Bunlar qonореya, ureoplazma, mikoplazma, xlamidiya, bunlar da əsas daha çox. Bunları bəli, vaxtı-vaxtında gəlib müalicə elətdirsələr, sonrasında heç bir fəsad qalmır. Cinsi yolla keçən infeksiyalar arasında bir də önəmli vurğulamaq istədiyim infeksiya HPV infeksiyasıdır. Digərləri saydıqlarım mikrobdur, bu virusdur. Viruslar arasında təbii ki, herpes də var. Herpes var, molluskum var, HPV var. Daha çox herpeslə HPV, human papilloma virus çox aktualdır. HPV nədir? Bir virusdur, cinsi yolla bulaşır. Nələr əmələ gətirə bilər? Bir, xal əmələ gətirir cinsi orqan nahiyəsində, istər qadınlarda, istər kişilərdə. Bir də qadınlarda uşaqlıq boynu xərçəngi, kişilərdə də penis xərçəngi əmələ gətirə bilər. Digər orqanlarda da ola bilər, ağız xərçəngi və ya digər orqanların xərçəngi də ola bilər. Amma əsas gördüyümüz qadınlarda uşaqlıq boynu xərçəngi və kişilərdə və qadınlarda xallar. Kişilər daha çox xallarla bizə müraciət edirlər. Kişilərdə HPV nadir hallarda penis xərçəngi yaradır. Bu xallar olduğunda nə etmək lazımdır? Xəstələr özəlliklə belə çox narahat bir şəkildə gəlirlər, doktor penis çevrəsində, qasıqda, xayada xallar çıxıb çoxlu. Nə etmək lazımdır? Nədir bu? Təəssüf ki, hal-hazırda HPV-nin vücuddan silən bir müalicə yoxdur. Bir kişi və ya bir qadın HPV-yə yoluxubsa, onu ancaq və ancaq gözləmək olar ki, 2 il ərzində vücud onu yavaş-yavaş, immun sistem onun öhdəsindən gəlsin. Adətən 70-80% hallarda da öhdəsindən gəlir. Əgər xal varsa, bu xallar mütləq götürülməlidir, ya yandırılmalıdır, ya dondurulmalıdır, ya dermatol lazerlə götürülməlidir. Yəni hər hansı bir metodla bu xal götürülməlidir. Qadınlar özəlliklə ginekoloqlarına getməlidirlər. Uşaqlıq boynundan yaxmalar götürülür və müşahidəsi olur onların. Qadınların uşaqlıq boynu xərçəngi skrininqi deyirlər. Uşaqlıq boynu xərçənginin ən önəmli səbəblərindən biri HPV-dir. Yəni HPV bizim üçün önəmli və aktual mövzudur son zamanlar. Hətta Avropada artıq insanların 99%-nin bu HPV ilə yoluxmuş olduğu düşünülür. Tipləri var. Qadınlar üçün önəmlidir. Riskli tiplər var. Riskli tiplər özəlliklə uşaqlıq boynu xərçənginə daha çox meyillilik yaradır. Kişilərdə dediyim kimi daha çox xalla bizə müraciət edirlər. Müalicəsi daha çox xalın yandırılmasıdır. Hə, bir də qorunma var. Qorunma üçün cinsi münasibət olmamışdan, hələ cinsi münasibət heç olmamışdan 3 doza bunun peyvəndi var. Peyvənd olunur. Peyvənd olunduqdan sonra artıq ona yoluxma demək olar ki, ya olmur, ya da minimal ola bilər. Özəlliklə qadınlara çox tövsiyə edilir ki, 8 yaşında idi səhv eləmirəmsə qadınlarda peyvəndlənməsi tövsiyə edilir HPV ilə əlaqəli. Uşaqlıq boynu Hı xərçənginin də -hı. peyvəndi var səhv Bəli, etmirəmsə bəli, bəli, qadınlarda. bəli. Onların tipləri də var. Əsas 9 dənə riskli tip var. O Aha. tiplərə qarşı peyvəndlər istehsal olunub. Mütləq bir şəkildə qadınların peyvəndlənməsi tövsiyə edilir ki, gələcəkdə yoluxsalar uşaqlıq boynunda hər hansı bir problem yaranmasın. Yoluxmasınlar ümumiyyətlə bu Hı problemdən daha -hı. doğrusu. Yoluxmamaları üçün nəyi tövsiyə edərdiniz doktor? Peyvəndin xaricində əlbəttə ki, ümumiyyətlə şübhəli cinsi münasibətlərdən qaçınmaq həm kişi üçün, həm qadın üçün fərq eləməz. İkincisi qoruyucu ilə cinsi münasibət, əgər şübhəli bir münasibətdən söhbət gedirsə və tək partnyorluq da, yəni bu tək partnyorluq olduğu müddətcə zaten bunlardan söhbət getmir yəni. Hı -hı. Yəni hansısa cinsi infeksiyadan söhbət getmir ümumiyyətlə tək partnyorluq olduğu müddətcə. Sizin qeyd etdiyiniz bu xəstəliklər, məsələn, HPV virusu simptomsuz gedə bilərmi? Çox vacib məqama toxundunuz. HPV hər zaman özünü göstərməyə bilər. Yəni vücudun hansısa bir toxumasında girib hüceyrənin içərisində yaşayır. O özünü göstərməmiş ola bilər. Ona görə də biz onu hər hansı bir metodla da kişidə ortaya çıxara bilmərik. Qadında hə, uşaqlıq boynundan yaxma götürərək ortaya, amma kişidə elə bir şey yoxdur ki, hardansa onu ortaya çıxaraq. Ona görə də cinsi infeksiyalar olsun, ureoplazma, mikoplazma daşıyıcı şəklində gedə bilər. HPV də, herpes də eyni şəkildə daşıyıcı şəkildə ola bilər. Heç bir əlamət verməyə bilər. Və hətta məsələn kişilərdə biz əgər o xalları yandırırıqsa, deyirik ki, biz tamam gördüyümüz xalları yandırdıq, amma görmədiyimiz yerlərdə bu infeksiya var. O nahiyəyə lezva vurma, tük dökücü kremlərdən istifadə elə və ya qayçı ilə falanla o tükləri qısalt, ora lezva vurub mikrobu oradan, virusu oradan ora yayma. Və 2 il nəzərə al ki, sən HPV-lisən və o formada davam elə. Ən azından 2 il.
Hə, 2 il çıxmadısa artıq yavaş-yavaş özünü sağalmış hesab eləyə bilərsən. Amma təcrübəmdə olub ki, həqiqətən 3 ildən sonra, 4 ildən sonra yenidən bir HPV xalı çıxdığı da olub məsələn. Yəni təcrübəmdə bunu belə görmüşəm. Mhm. HPV cinsi zəifliyə səbəb olur. Olmaz. Olmur. HPV olmaz. Xeyr. Doktor, bir ailədə sonsuzluq problemi varsa, təəssüf olsun ki, ilk olaraq qadını birinci müayinəyə cəlb eləyirlər. Çox maraqlıdır. Kişilər bu mövzuda rahat danışa bilirlərmi? Məsələn, sizə müraciət edən pasiyentlər, onlar rahat öz problemlərini bölüşürlərmi? Ümumiyyətlə müayinələrə necə yanaşırlar? Vurğuladığınız kimi, ümumiyyətlə sonsuzluq problemində artıq bu net və bilinən bilgidir. Yəni bütün interneti də açan kimi həmən qabağımıza çıxır ki, sonsuzluqda kişi və qadın eyni dərəcədə bu məsələdə məsuldurlar. 50%, 50-50-dir. Yəni elə bir şeydir ki, həqiqətən biri birindən çox deyil. Yəni o qədər araşdırma aparılıb, hələ də 50-50 gedir yəni. Ona görə də kimsə günahlandırmasın. Hətta araşdırmalar göstərir ki, hər iki cins tərəfdə problem olur adətən. Yəni 30-40% hallarda həm kişidə, həm qadında problem olur. Onlar birləşib böyük bir problemə səbəb olurlar. Qaldı ki, dediyiniz nüansı hələ də mənə gələn cütlüklər arasında birinci müayinə olunan qadındır. Bu tendensiya dəyişməyib. Amma bir tendensiya dəyişib ki, qadından sonra kişi də müayinəyə gəlir və cinsi zəiflik kimi deyil. Yəni onlar artıq utanmırlar. Yəni doktor 1 ildir, 3 ildir, 3 ildir evliyik, amma övladımız olmur. Yəni bunu deməkdən çəkinmirlər sözün açığı. Amma hə, cinsi zəiflik problemi ilə gələn xəstələrdə utanğaclıq hələ də var. Xəstə məsələn tipik, yəni praktikadan deyim, şikayətiniz nədir? Belə birinci bir durur, bir duraqsıyır. Doktor belə də tez-tez sidəyə çıxıram. Görürəm ki, o deyil, tez-tez sidəyə çıxmır əslində. Biraz da danışırıq. Prostat problemləri var. Prostat deyəndə nəyi nəzərdə tutursunuz? Yəni bir 5 dəqiqəmi alır bəzən ki, bir xəstə gəlsin desin ki, "Ya doktor, məndə cinsi zəiflik var." Yəni onu deyən çox xəstələr belə olur adətən, amma sonsuzluqda o problemi yaşamırıq adətən. Kişilər daha çox hansı müayinələrdən keçməlidirlər? Sonsuzluq problemi ilə bizə müraciət edən kişilərdə ilk etdiyimiz analiz spermoqramdır. Bu dəyişmir. Spermoqramma analizindən sonra neyniyəcəyisi eləyirik. Əgər kişinin spermoqramma analizi tamamilə normaldırsa, başqa bir problem də görmürüksə, ehtiyac da görmürüksə, adətən müayinəmiz orada da bitir. Amma yox, xəstə artıq yoldaşı müayinə olub, onda heç bir problem yoxdur. Artıq 2 ildir sonsuzluq problemi yaşayırlar. Tövsiyələrimizə də riayət eləyiblər. Məsələn, mənə Amerikadan bir xəstə müraciət eləmişdi. Deyir, doktor, getdik orada spermoqrammaya baxdılar, bizə baxdılar. Dedilər, heç nə, gedin. Biz də gəlmişik Azərbaycana ki, deyirlər Azərbaycanda nəsə dərmanlar başlayırlar və onların uşaqları olur. Baxıram ki, yəni elə bir şey yoxdur da. Amerikalı həkim düz eləyib əslində. Sadəcə bizik, xəstə gəlib qapıdan içəri giribsə, yox mütləq mənə dərman yaz, nəsə yaz. Yəni hər zaman nəsə yazmağa ehtiyac yoxdur. Amma hə, spermoqrammada bir problem çıxırsa, mütləq hormonlarına baxırıq. Xaya müayinəsi eləyirik, varikoseli varmı? Doplerini istəyirik, xayanın doplerini və cinsi infeksiyalar cəhətindən sidik ümumi filan və ümumiyyətlə xəstəni bir müayinə eləyirik. Testosteron əksikliyi əlamətləri varmı? Ümumiyyətlə cinsi infeksiya əlamətləri varmı? Varikosel əlamətləri varmı? Onları təbii ki, hamısını müayinə edib xəstəni sorğulur. Sonra məsələn əvvəllər əməliyyat keçiribmi? Uşaq vaxtı emməmiş xaya problemi yaşayan xəstələr olur. 2 tərəfli və ya tək tərəfli emməmiş xaya səbəbi ilə əməliyyat olan, məsələn, biz həmişə analara deyirik, valideynlərə bu maarifləndirici, burada da yeri gəlmişkən deyək, yaş yarımına qədər əməliyyat olmalıdır. Baxırsan ki, 5 yaşında, 10 yaşında gecikdirib əməliyyat olub məsələn. Bunların sonsuzluq yaşama ehtimalı var gələcəkdə. Ana necə bilə bilər ki, onun uşağının xayasında hansısa problem var? Əslində bilməsi çətindir. Düzdür, burada əsasən pediatrlar bilir əlbəttə. Yəni bu uşaqlar təbii ki, pediatrik müayinələrə gedirlər. Pediatrlar onlara deyir, bu xayanın biri yerində deyil. Çünki bütün pediatrlar müayinə sırasında xayanı da müayinə edirlər. Və yaxud da özləri çimizdirərkən, baxarkən bəzi hallar belə maraqlıdırlar, bir baxırlar. Özəlliklə bizim cəmiyyətdə çox şeydir. Məsələn, bəzən yerli yersiz məsələn müdaxilələr eləyirlər. Ondan əslində şey eləmək lazımdır. Yəni çox biz necə deyim, yəni bilirlər bir şəkildə, amma daha çox pediatrlar. Yəni pediatrlar şey edirlər. Yəni o siz dediniz ki, yaş yarıma qədər əməliyyat olmalıdır da. Bəli, bəli. Yəni yaş yarıma O qədər əməliyyat xəstəliyin olmalı. adı necə gedirdi? Emməmiş xaya və ya kriptorxizm deyirlər bu xəstəliyə. Xayanın xaya torbasında olmaması, yuxarıda yerləşməsi. Bu da bayaq dediyimiz mövzuya qayıdır. Xaya sperm istehsal etməsi üçün 36 dərəcədə olmamalıdır. Daha aşağı temperaturda olmalıdır. Yuxarıda qalan xaya
temperatur yüksək yerdə qaldığı üçün inkişafını dayandırmış olur o mənada. Məsələn, uşaq yaşlarında xaya burulması keçirən xəstələr var. Ondan sonra gənc yaşlarında xaya xərçəngi səbəbilə xayasını itirən xəstələr var. Bunlarda da bunların hamısını sorğuluyuruq geniş detallı bir şəkildə ki, özəlliklə biz bir yol xəritəsi çizək ki, nə edəcəyik, necə bir yol xəritəsi ilə gedəcəyik. Hı Belə. hı. Uşaq vaxtı, eee, Hı hı. biz el arasında çox eşitmişik, o svinqa xəstəliyi Bəli, deyirlər. bəli, bəli, çox Sonra önəmli. bir sıra, Bəli, infeksiyalar var, bəli, qızılca, su çiçəyi. bəli. Bu kimi xəstəlikləri oğlan uşaqları keçirəndə valideynlər çox narahat olurlar ki, gələcəkdə uşağım sonsuzluq problemi ilə üzləşəcək. Haqlıdırlar. Bu həqiqətdir yoxsa mifdir? Bəli, o svinqa dediyiniz qulaq altı əzələnin, qulaq altı vəzinin iltihabı ki, dediyimiz xəstəlik ki, bu xüsusi virus tərəfindən törədilir. Həmin virus uşaqlarda xayada da orxid dediyimiz xayanın iltihabı xəstəliyinə səbəb ola bilir. Sonsuzluq səbəblərindən biridir və mənim praktikamda da olub bir neçə xəstə. Təəssüf ki, müalicəsi yoxdur, yəni çox bir şey eləyə bilmirik. Virusla əlaqəli olduğu üçün sadəcə yəni müəyyən tədbirlərlə keçməsini gözləyirik. Keçdikdən sonra da bunlar düzəlirsə düzəlir, bəzi hallarda həqiqətən qalıcı xəsarət törədə bilir. Pərvanə xanım, uşaqlardan söhbət düşmüşkən çox önəmli bir nüansa da vurğu eləyim. Xaya burulması mövzusu. Yəni Türkiyədə sözün açığı xaya burulmasından xaya çıxarılmasına, yəni xaya itkisinə gedən xəstə çox nadir hallarda olurdu. Amma Azərbaycanda bizdə demək olar ki, böyük əksəriyyəti xaya itkisinə gedir, gecikmə səbəbilə. Xaya burulması nədir? Valideynlər özəlliklə diqqətli olsunlar. Uşaqlarında ani başlayan, özəlliklə travma sonrasında, travma ola da bilər, olmaya da bilər. Yəni xayadan təpik alıb, xayaya top dəyib və yaxud da dəyməyib, fərq eləməz. Ani başlayan şiddətli xaya ağrısı, xəstə yeriyə bilmir. O dərəcədə şiddətli bir xaya ağrısı, mədə bulantısı, qusma, bəzi hallarda hətta qarına vuran ağrı. Bunlar böyrək daşı ilə, qarın sancısı ilə qarışıq salına bilir bəzi hallarda. Belə bir şiddətli bir ağrı varsa, müdaxilə olunmalıdır. Yəni təcili müdaxilə olunub o xaya burulması düzəldilməlidir. Ya əməliyyatla, ya əllə düzəldilməlidir. Düzəldilmədiyi durumda ilk 4 saatda, sonrakı hər saat xayanın qanqrenə getmə riski artır. Qanqrenə gedən xayanı da biz məcburi şəkildə çıxarırıq. Yəni bu da çox önəmli bir faktordur. Doktor, bayaq biz müayinələrdən danışdıq. Kişilər adətən müayinələrdən imtina eləyirlər. Bunun bir səbəbi də spermoqramma ilə bağlıdır. Yəni burada əsas faktor nə ola bilər? Sizcə bu imtinaların səbəbi nədir? Bir ginekoloq dostumuz bir dəfə mənə danışmışdı bununla əlaqəli bir maraqlı hekayə ki, xəstəni müalicə eləyirəm, yəni xanımı müalicə etmişəm. Xanım da hər şey qaydasındadır. Oğlana spermoqramma verməyə göndərirəm. Gəlir tamamilə normal spermoqramma və övladları olmur. Təbii ki, şübhələnib, bilmirəm necə şübhələnibsə artıq. Spermoqramma otağında mühafizəçini göndərib və mühafizəçi görüb ki, spermoqramma otağına girərkən oğlan yox, dostu spermoqramma otağına girir və bu şəkildə ortaya çıxıb. Yəni çox qəribə ssenarilərlə qarşılaşdığımız olur həqiqətən və bunların səbəbləri arxasında, yəni necə deyim, psixoloji səbəblər yatır və ya ailə baskısı ola bilər. Amma ümumən bir spermoqramma utanılacaq bir müayinə metodu deyil. Çətin bir metod da deyil. Yəni bu da amma bu tamamilə biraz daha işin tibbi tərəfindən çox ailəsəl tərəflərə, psixoloji tərəflərə gedir. Ona görə bəlkə utanma səbəbləri ola bilər. Yəni sonsuzluğu zəiflik kimi görə bilirlər. Yəni kişiliyində bir problem varmış kimi. Hansı ki, heç əlaqəsi yoxdur. Yəni tamamilə bunlar bir-birindən əlaqəsiz mövzulardır. Yəni bu dediyim kimi biraz daha kişinin psixoloji vəziyyətinə əlaqəli olan məsələdir. Və sonsuzluq müalicə olunan xəstəlikdir. Sonsuzluq bəli, 50% hallarda müalicə olunan bir xəstəlikdir, 30% hallarda deyim hətta. Sonrakı bir 30-40% hallarda müalicə eləyə bilməsək, süni mayalanma metodu gündəmə gəlir. Süni mayalanma ilə də uğursuzluqlar ola bilər, amma ümumən süni mayalanma ilə də bir yerdə götürsək, təxmini bir 70-80% hallarda müalicə eləyə bilirik, amma təəssüf ki, müalicə eləyə bilmədiyimiz qruplar var. Bəli. Bir də doktor, mən sizin gördüyünüz işlərlə maraqlandım, izlədim sizi sosial şəbəkələrdən və mənim diqqətimi bir məqam çəkdi. Siz həm uroloqsuz, həm androloqsuz. Yəni urologiya ilə andrologiyanın əlbəttə ki, bir-biri ilə bağlılığı var, amma ilk ağlıma gələn böyrək xəstəlikləri oldu ki, böyrək xəstəlikləri görəsən kişi sonsuzluğuna səbəb ola bilərmi? Və ümumiyyətlə Azərbaycanda həm uroloq, həm androloq olmaq Bəli. bu çox maraqlı göründü mənə.
Ümumiyyətlə dünyada sadəcə Azərbaycanda yox, sırf androloq çox azdır. Yəni urologiyanın fərqli şeyləri var da, alt branşlar deyirik. Andrologiyası var, onkologiyası var, qadın urologiyası var, uşaq urologiyası var. Əvvəllər bunların içərisində ən az sevilən andrologiya olub. Çünki xəstəlikləri də azdır, əlimizdə olan silah da azdır. Çoxu da psixoloji səbəblərə bağlıdır. Son zamanlar biraz daha gündəmə gəlib bu andrologiya mövzusu. Bizim bir hoca vardı, həmişə deyərdi ki, asistanlar öz aralarında fikirləşib deyirdilər ki, mən onkoloq olacağam, biri deyirdi mən uşaq uroloq olacağam, biri deyirdi mən qadın uroloq. Heç bir şey olmasaq androloq olarıq məsələn. Belə bir şey vardı. Yəni amma indi elə deyil, indi daha çox. Yəni baxırsan dünənə qədər onkoloq idi, bu gün artıq andrologiyaya keçib, uşaq uroloq idi, andrologiya ilə məşğul olmağa başlayıb. Biz əslində urologiya təhsili sırasında andrologiya təhsili də alırıq. Ona görə bir uroloq, ümumi uroloq deyirik, andrologiya ilə də məşğul ola bilir və təbii ki, çox irəli androloji xəstəlik yoxsa, məsələn, penil protezlər var, və yaxud da cərrahiləri var, bunların daha spesifik cərrahiyyələri var. Bunun üçün androloq olmaq lazımdır əlbəttə. Amma bir spesifik cərrahiyyə deyil, bir günlük gördüyümüz xəstəliklərdirsə, bunlar üçün androloq olmağa ehtiyac yoxdur. Yəni bir uroloq da bunun öhdəsindən rahat bir şəkildə gələ bilər. Kişilər necə bir həyat tərzi keçirsinlər ki, onlarda cinsi zəiflik problemi olmasın, kişi sonsuzluğu kimi bir problemlə qarşılaşmasınlar? Bəli. Əslində verilişimizin əvvəlində dediyimiz kimi hansı qidalar, hansı həyat tərzi bizim ürəyimiz üçün, beynimiz üçün faydalıdırsa, həmin şeylər bizim cinsi sağlığımız üçün də faydalıdır. Birinci növbədə zərərli vərdişlərdən uzaq qalmaq, bunlar içki, siqaret, oturaq həyat tərzi, bunlardan uzaq qalmaq lazımdır. İkinci növbədə mütləq şəkildə artıq çəkini idarə eləmək lazımdır. Metabolik problemlərdən uzaqlaşmaq lazımdır. Yəni metabolik disbalans ortadan qalxmalıdır. Üçüncü növbədə idman çox önəmlidir. Bu idman yeriyiş şəklində ola bilər, kardio hərəkətləri ola bilər. Minimal olanı budur ki, heç olmasa gündə 40 dəqiqə yerimək. Ağırlıq idmanı mütləq bir şəkildə hər bir kişinin həyatında olmalıdır. Ağırlıq idmanından qorxmasınlar. Ay belə zərərlidir, odur. Boş söhbətlərdir. Yəni bunlar tamamilə mifdir. Ağırlıq idmanı kişinin hər cür, hər mənada ümumiyyətlə lazımdır. Stress çox önəmlidir. Stresi yönətmələri lazımdır. Yönətə bilmirlərsə, idarə eləyə bilmirlərsə bir psixiatra, bir nevropatoloqa gedirlər bizdə çoxca, amma psixiatr sahəsində bir psixoterapevtə gedib bu stressin qaynağını tapıb həll eləmələri lazımdır. Yəni bunlar da əsasən özəlliklə düşündüyüm. Yəni onun xaricində doktor bal yesəm olarmı? Balın içinə nə bilim bu qoz qatsam, badam qatsam, bunu yesəm, onu yesəm. Yəni bunlar ayrı-ayrı şeyləri çox danışmaq olar. Balqabaq tumu belə oldu, nə bilim filan qida belə, mən bunu qatıram, onu eləyirəm. Bunların hamısı mən dediyim şeylərin yanında çox zəif qalırlar. Yəni önəmli olan nəyi yediyiniz deyil, hansı kalori ilə yeyib, nə qədər o idman elədiyinizdir. Təbii ki, qidaların arasında da sürətli bişmiş qidalar, dönər, burger falan tarzı şeylərdən də uzaq qalmaq lazımdır, o ayrı məsələ. Amma ümumən götürəndə sağlam qidalanırsınızsa, idmanınız varsa, geri qalanı hekayədir artıq. Ona istəyirsiniz bal qatarsınız, istəyirsiniz badam qatarsınız, o artıq sizin öz işinizdir. Yəni bir insan stres içindədirsə, o nə qədər balı qoza qatıb yesə də heç bir faydası olmayacaq. Önəm verdiyi şey mövzu önəmlidir də. Yəni adamın həyatında önəm verdiyi mövzu cinsəllikdir. Ona görə də stresi yox, cinsəlliyi ön plana gətirir. Əslində stresdə həyat yaşayırsan, demək yaşamırsan da sən. Yəni burada cinsəlliyi bir yana qoyaq. Hələ bir gör ümumiyyətlə normal yaşayırsanmı yəni gün həyatında? Yəni yaşadığın ümumiyyətlə gün həyatında nə dərəcədə komfortlusan? Tamam, bunun bir təsiri də cinsi həyatadır. Amma bizim kişilər təbii ki, o cinsi həyatı bayaq dediyimiz kimi o qədər şeyin mərkəzinə qoyur, həyatın mərkəzinə qoyur ki, cinsəllik yoxdursa həyat yoxdur. Əslində elə bir şey yoxdur. Yəni ona görə də kişi stres qalıb bir tərəfdə, gedir bütün günü cinsi dərmanlar istifadə edir. Əslində o tərəfdə stresini idarə eləsə, bir psixoterapevtə getsə, yəni psixoterapevtə getmək dəli olmaq demək deyil ki. Yəni o demək deyil ki, bir insan dəlidir ya başqa bir şey. Yəni psixoterapevtə getsə, həll eləsə mövzusunu, nə dərmana ehtiyacı qalacaq, digər xəstəliklər də düzəlmiş olacaq, yuxusu düzələcək, həyatdan zövq alacaq, iştahası düzələcək falan və s. yəni. Belədir yəni. Və o cinsi problemlər də yoluna Ortadan düşəcək. qaldıracaq. Doktor, çox maraqlı bir məqama toxundunuz. Dərmanlar məsələsini dediniz. Bu gün xüsusən cinsi istəyin artırılması Bəli. üçün bitki tərkibli dərmanları xüsusi olaraq vurğulayırlar. Bunlara hətta belə deyək də digər orqanlara ziyansız olduğunu deyirlər.
Sizcə nə dərəcədə bu düzdür? Bir dərman istifadə elədiyiniz anda sizə effekt verirsə, o bitki tərkibi ola bilməz. Mümkün deyil. Yəni bu dəqiqə bir qaşıq bir mərcun içdim, bir dənə kapsula istifadə elədim. Üstündə yazılmışdı ki, ancaq bitki tərkiblidir. Həmən də effekt verir. Bunun tərkibində 100% ya Viagra var, ya Tadalafil var, mütləq bir şəkildə. Təbii vasitələr uzun müddətli dönəmdə içində sink, selen, L-arginin, koenzim Q, karnitin olan vasitələr uzun dönəmdə müəyyən qədər fayda verə bilər. Və yaxud da müəyyən bitkilər var. Epimedium var, ginseng var, jenşen var. Bunlar biraz daha həvəsi artıra bilər uzun dönəm istifadədə. Amma ani bir effektdən söhbət gedirsə, burada 100% dərman vasitəsi var. Öz başınıza istifadə etməyiniz zərərli ola bilər. Sizdə müəyyən yan təsirlər və hətta elə bilmədiyiniz ürək problemləriniz falan varsa, infarkta qədər gedən problemlərə gedib çıxara bilər. Doktor, mən sizə dərin təşəkkürümü Mən bildirirəm. təşəkkür edirəm. Kişilərimizə, bəylərimizə nə arzu edərdiniz? İdman etsinlər, sağlam qidalansınlar, stressdən uzaq qalsınlar, və problemləri varsa mütləq bir şəkildə mütəxəssisə müraciət etməkdən utanmasınlar, çəkinməsinlər və gecikdirməsinlər. Özəlliklə infeksiyalarda bu önəmlidir. Sonsuzluq problemi böyüdüləcək bir problem deyil. Mütləq bir şəkildə müraciət etsinlər mütəxəssislərə. Yəni problemi gecikdirməklə düzəlmir. Problemin üstünə gedərək düzəlir. Üstünə getsinlər və diqqətli olsunlar. Hamısına sağlam həyat tərzi arzulayıram mən də. Əziz izləyicilər, hər birinizə sağlam həyat tərzi arzu edirəm. Sağ olun, sağlam olun.